Salam əziz tələbələr. Bugün sizlərlə Yeni Məhz Olmaz Kamil qızı. Deməli, keçən həftələrin birində kursumuzda tarix, dünya görüş, ümumiyyətlə vergi orqanları qəbul üzrə, hazırlıq üzrə sınaq imtahanı təşkil etmişdik. Həmin sınaq imtahanında tarix, dünya görüşdən bəzi xoşuma gələn maraqlı suallara baxmaq istəyirəm. Misal üçün 17-ci suala. Deməli, Azərbaycan əhalisinin son illərdə immiqrasiya etdiyi ölkələrdən ikincisi. Baxın, bəzi çox tələbə bunu səhv yazmışdı. Birincisi demir, birincisi desəydi Rusiya seçə bilərdiniz. Bizdən ikincisi soruşur. Cavab burada nə olacaq? Qazaxıstan. Birinci Rusiyadır, ikinci Qazaxıstandır. Cavab yəni burada diqqətli olun. Bizdən ikincisi soruşuna görə burada cavab D. Növbəti suala baxıram. Daha sıx məskunlaşmış inzibati rayon deyil. Sıx məskunlaşmış. Cənuba baxıram, cənub görəm, Masallı, Astara. Cənub ümumiyyətlə sıx məskunlaşmış ərazilərdə, onu çıxıram. Və tələbələrə həmişə demişəm ki, işğaldan azad olunan ərazilərdə bir dənə Ağdamda sıxdır, qalanları seyrəkdir. Elə burada cavabı mən tapa bilərəm ki, cavab B bəndidir. Deməli, işğaldan azad olmuş ərazilərdə bir dənə Ağdamda sıx məskunlaşıdır, qalanlarında seyrək, cavab ona görə də B bəndi. Sonra 2004-cü ildə NATO-ya qoşulan dövlət deyil. 2004-də NATO-ya qoşulanları yəqin ki, bilirik hər birimiz. Gəlin görək burada cavab nə olacaq. Cavab burada deməli Macaristan. Macaristan, Polşa, Çexiya, onlar 1999-da qoşulubdur. 2004-də qoşulanlar yadınıza salıram. 2 dənə L vardı, Latviya, Litva. 2 dənə S vardı, Slovakiya, Sloveniya. Deməli, Bolqaristan, Estoniya, Rumıniya 2004-də qoşulubdur. Cavab burada C bəndidir. Sonra 20-ci sual, səhv etmirəmsə bir dəfə düşübdür bu vergi imtahanına. Şeyx Səfi xalçası saxlanılır Londonda Victoria və Albert muzeyində. Sonra burada belə bir sual var ki, 2023-cü ildə baş vermiş hadisə. Azərbaycan Avropa Şurasının fəaliyyətini dayandırması bu 2024'də, bu dəqiq deyil. Taliban Əfqanistanda hakimiyyəti yenidən ələ keçməsi bu 2021'dir. D, cavab D, yəni heç variant oxumaq ehtiyac yoxdur. NATO-ya yeni üzv dövlətin qoşulması 2023'də hara qoşulub NATO-ya? 2023'də Finlandiya, 2024'də isə İsveç qoşulubdur. Sonra İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən su anbarı. Bu su anbarlarını biz tələbələrlə keçmişik. Burada cavab olacaq Xudafərin su anbarı. İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən su anbarıdır. Xudafərin su anbarı. Sonra baxaq bura. Daha əvvəl baş veribdi. Azərbaycan MDB-yə qoşulması olub 1993-cü ilin sentyabr ayında. Azərbaycan Avropa Şurasına üzv seçilməsi 2001, Azərbaycan Suriyanın bərpa etməsi bu gecdir. Azərbaycan BMT qoşulması 92, cavab olacaq burada D bəndi. Sonra yenə maraqlı suallar var. Baxaq, bu iqtisadi rayona daxil olan rayonların heç biri Ermənistanla sərhəddə deyil. Baxıram, Şərqi Zəngəzurdan var, Gəncə Daşkəsindən var, Qazax Tovuzdan var, Qarabağ. Bir dənə unutmayın ki, onu mən dərsdə həmişə deyirəm tələbələrə. Ümumiyyətlə Qarabağdan cəmi bir dənə Füzulidir ki, o da İranla sərhəddədir. Qalan heç